Salam, hər vaxtınız xeyir. Bugün 5 aprel 3-cü sinif dəyənətin riyaziyyat kursa qəbul suallarının izahına baxacağıq. Deməli, birinci sualımızda, 21-ci sualımızda bizə müəyyən hesablamalar verib. Deyir ki, A üstəgəl B üstəgəlsini tapın. Biz görürük ki, 84 ədədini verib və oxlarla müəyyən istiqamətlərdə göstərir ki, bunun hesablayaq. Yəni, üstəgəl 36 A qiymətini verir. Yəni, 84-ün üzərinə 36-nı əlavə edəndə bizə A-nı verir. 84-dən 27-ni çıxanda bizə B-nin qiymətini verir. 84-dən isə 49-u çıxanda bizə C-nin qiymətini verir. İndi bunları hesablayaq. 84-ün üzərinə 36 əlavə edəndə bizə verəcək 120. Deməli, A 120-dir. Sonra 84-dən 27 çıxdığımız zaman olacaq 57. 84-dən 49 çıxdığımız zaman olacaq 35. İndi bunları toplayaq. 120, 57 və 35. 3 ədədi alt-alta toplaya bilərik. 0, 7, 5 bizə verir 12. 2 yazırıq 1 yadda. 2, 5, 7 üstəgəl 3, 10. 1 də yadda olur 11. 1 də yadda 1 üstəgəl 1 olur 2. Olur 212. Yəni cavabımız olur B variantı. Sonra keçək 22-ci sualımıza. 22-ci sualda deyir ki, hansı bəndəki ədəd cədvəlin boşxanasına yazıla bilməz? Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda bu ədədlərdən 400, 300, 500 və 800 hər hansı biri alınmamalıdır. İndi baxırıq, 274-ü yüzlüyə qədər yuvarlaqlaşdırdığımız zaman 300 alınır. Deməli, 274 300 apardı. Sonra 426. 426-nı yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda olacaq 400. Bu da getdi. 553 yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda olur 600. Baxırıq ki, cədvəlimizdə 600 ədədi yoxdur. Deməli, cavabımız C olacaq və dəqiqləşdirmək üçün D variantına da baxa bilərik. 841 yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 800 alınır və deməli, həqiqətən bu da getdi. Cavabımız qalır C variantı. Sonra keçək 23-cü sualımıza. Deyir, 3 rəfdə 296 kitab var. Birinci rəfdə 117, ikinci rəfdə isə bundan 38 ədəd az kitab olarsa, üçüncü rəfdə neçə kitab olar? İndi deyirik ki, birinci rəfdə 117 kitab, ikinci rəfdə bundan 38 ədəd az. 117-dən deməli çıxmalıyıq 38-i. Çıxaq 9. 1 vahid verir 7-yə, 17-dən 8 çıxırıq 9. Burada qalır 0. Ondan götürürəm 3, olur 79. Deməli, olur 79. Deməli, ikinci rəfdə 79 ədəd kitabımız var. Üçüncü rəfdə isə neçə kitab olduğunu soruşur. Birinci rəfdə 117, ikinci rəfdə 79. 117 ilə 79-u toplayarıq. Bunları silək bir dəqiqə. Deməli, biz tapdıq ki, ikinci rəfdə 79 kitab oldu. 117-nin üzərinə 79 əlavə edək. 6, 1 də yadda, 9 və 1, 196. Deməli, 196 dənə kitabımız getdi. Ümumi 296 idi. 296-dan 196-nı çıxarıq. Cavabımız olar 100. Deməli, üçüncü rəfdə 100 ədəd kitabımız var. Sonra keçək 24-cü sualımıza. Deyir ki, 3, 1, 8 ədədlərini yanaşı qoyduqda alınan ən böyük cüt və ən kiçik tək 2 rəqəmli ədədlərin cəmini 3-ə böldükdə hansı ədəd alınır? Ən böyük cüt. Ən böyük cüt deyirsə, deməli biz birinci ədədimizə ən böyük rəqəm qoyarıq. Burada görürük ki, bizim ən böyük rəqəmimiz əslində 8-dir. Amma biz 8-i yazsaq, sağına ya 1 ya da 3 yazmalıyıq. Bu zaman bizim ədədlərimiz tək olur. Niyə? Çünki 1 və 3 təkdir axı. Yəni 81 də yazsam, bu tək ədəd olmuş olacaq. 83 də yazsam, bu tək ədəd olmuş olacaq. Buna görə qiymətimiz bu deyil. Deməli, nə yaza bilərik? Baxırıq ki, 8-dən sonra gələn böyük ədəd hansıdır? 3. 3 yazırıq. 8 cüt olduğuna görə 3-ün yanına 8 əlavə edirik. Olur 38. Deməli, ən böyük cüt bu ədədlərdən alınan 2 rəqəmli deyir. Ona diqqət yetirməliyik. Olur 38.
Ən kiçik tək deyirsə, ən kiçik rəqəmimizi birinci yazarıq. Yəni 1. Tək dediyinə görə də sağına 3-ü əlavə eləyərik, olur 13. Cəmini dediyinə görə toplayarıq. 51 və 51-i 3-ə böldükdədir. Gəlin bölək 51-i 3-ə. Deyirik 51-i 3-ə böləndə necə olur? 5-i 3-ə bölürük, bir dəfə düşür. 5-in içərisində 2 dəfə 3 var, bir dəfə. Çıxıram 3-ü, qalır burada 2. Bir yuxarıdakı 1-i də gətirirəm 2-nin yanına, olur 21. İndi 21-i 3-ə bölürəm, olur 17. Deməli cavabımız olur 17. A variantı. Sonra keçək 25-ci sualımıza. 25-ci sualımızda deyir ki, 6-dan 9 dəfə böyük ədəddən, daha doğrusu, 6-dan 9 dəfə böyük ədəddən 27 vaat kiçik olan ədəd hansıdır? 6-dan 9 dəfə böyük. Dəfə dediyinə görə, deməli 6-nı vuracaq 9-a. Olacaq 54. Sonra deyir 27 vahid kiçik. Yəni 54-dən 27 vahid kiçik. 54-dən 27-dən çıxıram. Olacaq 27. İndi deyir ki, bu məsələnin həlli hansı əməllər ardıcılığı ilə yerinə yetirilməlidir? Biz nə etdik? İlk öncə vurma əməlini yerinə yetirdik. 6-nı 9-a vurduq. Sonra isə aldığımız cavabdan 27 ədədini çıxdıq. Çünki kiçik olan ədəd deyir bizə. Deməli, ilk öncə vurma, sonra isə çıxma olmalıdır və cavabımız da 27 olmalıdır. Olur C variantı. İndi keçək 26-cı sualımıza. A-nın qiymətini verib M-in qiymətini istəyir. Gətirib yerinə qoymalıyıq. Baxırıq ki, uşaqlar, burada 27 böl A yazılıb. Biz bilirik ki, əməllər ardıcıllığında ilk öncə tapşırıqlarımızda ilk öncə vurma, bölmə varsa onu yerinə yetirməliyik. Və biz baxırıq ki, burada vurma və bölmə var. 27 bölünsün A. Yəni 27-ni bölürəm 3-ə, olur 27-ni bölürəm 3-ə, olur bu hissədə 9. 36-dan da deməli çıxmalıyam 9-u. 27. Cavabımız olacaq 27. Sonra 26-nı izahlədik. 27-ci suala keçək. Deyir ki, mağazaya hər birində 4 kiloqram olmaqla 36 kiloqram gavalı və hər birində 8 kiloqram olmaqla 48 kiloqram üzüm gətirdilər. Mağazaya cəmi neçə yeşik gavalı və üzüm gətirdilər. Deməli, uşaqlar, biz baxmalıyıq. Hər birində 4 kiloqram olan 36 kiloqram gavalı. Yəni, hər yeşikdə 4 kiloqram gavalı var. Deməli, mən 36-nı bölərəm 4-ə, taparam, görüm neçə dənə yeşik gətirmişik. Gavalların olduğu neçə dənə yeşiyimiz var. Olur 9 dənə. Sonra hər birində 8 kiloqram olmaqla 48 kiloqram üzüm. Burada da 48-i böləcəm 8-ə, tapacam, görüm neçə yeşik üzüm gətirilib. 6 yeşik. Deməli, 9 yeşik gavalı, 6 yeşik üzüm. Toplayıram, cəmi olur 15 yeşik üzüm və gavalının cəmi. Baxaq 28-ci sualımıza. Deyir, aşağıdakı fiqurlardan hansılar silindrin açılışında iştirak edir? Silindrin açılışında iştirak edən şəkillərimiz, fiqurlarımız. Biz bilirik ki, hansı fiqurlar olacaq? Birinci və üçüncü. Silindr necə bir fiqur idi? Düzbucaqlı formasında belə deyək görünür bu hissəsi. Alt və üst oturacaqları da dairələrdən ibarətdir. Deməli olacaq 1 və 3B variantı. 29-cu sual. 473 ədədi hansı onluğa daha yaxındır? Deməli 473 ədədi hansı onluğa deyirsə, deməli 473-ü onluğa qədər yuvarlaqlaşdıracağam. Yuvarlaqlaşdırdığımız zaman nə alacaq? 480 alacaq. Üzr istəyirəm, 470 alacaq. 480 nədir? 470 alacaq. Və bizə deyir hansı onluğa? Yəni 470 alınır yuvarlaqlaşdıranda, amma 470 ədədin özüdür. Onluq dediyinə görə biz deyirik ki, onluqların sayını tapanda nə edirdik? Sondan bir ədəd silirdik. Niyə? 10-da 1 0 olduğuna görə, onluqlarda 1 0 olduğuna görə
Buna görə sondan bir ədədi silirik və tapırıq 47. Yəni B variantı. Sonra keçək 30-cu sualımız. Deyir, A-nın qiymətini tapın, qalıqlı bölmədir. Biz bilirik ki, qalıqlı bölmədə bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalıq əlavə eləməliyik. Baxırıq, 9 vurulsun 8, bölənimizi qismətimizə vurduq, oldu 72 və 72-nin üzərinə 5 əlavə eləyəcək, olacaq 77. Yəni D variantı. İndi baxaq 31-ci sualımıza. Deyir ki, şəkildəki düz xətlərdən hansılar kəsişmir? Kəsişməyənləri deyir uşaqlar. Baxırıq, A və C yazılıb A variantında. Axı biz görürük ki, burada A və C kəsişir. A və C. Axı bunlar bu nöqtədə kəsişdi. B və C nöqtəsi. B ilə C də həmçinin. B, C gəlir bu nöqtədə kəsişir. Sonra A və B. Aha, A və B-yə baxıram. Necə düz xətlərdir A və B düz xətləri? Paralel düz xətlərdir uşaqlar, düzdür? Biz də bilirik ki, paralel düz xətlərimiz heç vaxt kəsişmir. Yəni, burada cavabımız olacaq deməli C variantı. D variantına da baxaq hər ehtimala qarşı. Deyir D və B. D və B-ni də görürük ki, D düz xətti gəlir, B düz xətti gedir. Yəni, burada kəsişir. Buna görə də cavabımız olacaq C bəndi. 32-ci sual. Rəqəmlərinin cəmi 20 olan 3 rəqəmli ədədin yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəm 7-dir. 3 rəqəmli ədəd deyir. 3 dənə xətt çəkək göstərmək üçün ədədləri. Deyir ki, yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəm 7-dir. Yüzlüklərində və təkliklərində 7 yazdım. Rəqəmlərinin cəmi 20-dirsə, 7-nin üzərinə 7 əlavə edirəm 14. 20 olması üçün 20-dən 14 çıxıram, qalır 6. Deməli, ədədimiz 767-dir. İndi deyir, bu ədədi onluqlara qədər yuvarlaqlaşdırın. Onluqlara, yəni 6 nəzər yetirməliyik. Sağındakı ədəd 7 olduğuna görə biz bilirik ki, sağdakı ədəd 5, 6, 7, 8, 9 olarsa, bu zaman hansı ədədimizi soruşursa, onluğa qədər deyirsə, deməli, onluqdakı ədədimiz 1 vaid artacaq. Əgər 0, 1, 2, 3, 4 olsaydı, bu zaman olduğu kimi qalardı. Yəni, olacaq 770. Cavabımız olacaq 770. 33-cü suala baxaq. Verilmiş fəza fiqurunun neçə üzü var? Uşaqlar, bilirik ki, bu bizə verilən fiqur hansı fiqurdur? Üçbucaqlı prizmadır, düzdür? Deyirik ki, üçbucaqlı ümumiyyətlə prizmanın yan üzlərinin sayı onun oturacağı ilə bağlıdır. Yəni, oturacağı üçbucaqçı deməli 3 dənə yan üzü var. Və prizmanın biz bilirik ki, 2 dənə də oturacağı var. Ümumiyyətlə, oturacaq neçə bucaqlıdırsa, o qədər yan üzü var. 5 bucaqlıdırsa 5 dənə yan üzü var. 3 bucaqlıdırsa 3 dənə yan üzü var. 7 bucaqlıdırsa 7 dənə yan üzü var. İndi burada 3 bucaqlı olduğuna görə, deməli 3 dənə yan üzü var və 2 dənə də biz bilirik oturacaq üzü üst və alt oturacaqlar olduğuna görə cəmi 5 dənə üzü olmuş olur. Keçək 34-cü sualımıza. 47-dən sonraki ilk 2 ardıcıl cüt ədədin cəmini 7-yə böldükdə alınan qisməti tapın. 47-dən sonraki ilk 2 ardıcıl cüt ədəd deyir. Yəni, hansı ədədlərimi götürəcəm? 48 və 50. Cəmini olur 98. 7-yə böldükdə, gəlin bunu çubuqlu bölək. 9-u 7-yə bölürəm 1. 7 çıxıram, 2 qalır, 8-i gətirirəm 2-nin yanına, olur 28. 28 də 7-yə böləcəm, olacaq 4. Deməli, cavabımız oldu 14. A variantı. İndi keçək 35-ci sualımıza. Deyir, Aysunun səbətində 13 alma var. O almaları hər birində 4 alma olmaqla qablara yerləşdirdi. Aha, neçə alma artıq qaldı? Deməli, uşaqlar, bu nəyə əsasəndir? Bu, qalıqlı bölməyə uyğun olan bir, belə deyim, tapşırıqdır, çalışmadır, məsələdir. Deməli, 13 dənə alma var.
Hər səbətə 4 dənə alma qoyur. 13 dənə alma var. Hər səbətə 4 dənə alma qoyur. Deməli 13-ü 4-ə bölməliyəm. Neçə eləyəcək? 3, qalğım isə qalacaq 1. Neçə dənə alma artıq qaldı? 1 dənə. Niyə? Çünki 4 dənə alma qoyuram hər səbətə. Və 4 dənə qoyanda 4, 4, 4 olacaq 12 dənə və son 1 dənə alma artıq qalacaq. 36-cı sualımız deyir ki, dairə bərabərdir 528 çıx 234 və kvadrat kiçikdir, dairə çıx 78 olarsa. İlk öncə dairəni tapaq. 528-dən 234-ü çıxaq. 8-dən 4, 4, 12-dən 3 çıxırıq 9 və 4-dən 2 çıxırıq 2. 294. Deməli, dairəmiz oldu 294. Və deyir ki, kvadrat kiçikdir, dairə çıx 78. Dairəm 294 isə çıxıram 78-i. 4-dən 8, 14-dən 8 çıxıram. Burada qalır 6, 8-dən 7 çıxacam 1, bu da 2. 216. Deməli, bu hissəm 216-dır. Amma bizə deyir ki, kvadrat dairədən kiçik, dairə çıx 78-dən kiçikdir. Deməli, kvadratım 216-dan kiçikdir. 216-dan kiçik olan ədədlər hardan başlayır? 1-dən 215-ə qədər bütün ədədləri yaza bilərəm. Ən böyük istədiyinə görə olur 215. Ümumiyyətlə, ən böyük qiyməti istədiyi zaman deyirdik ki, 1 çıxırıq. Amma ən kiçik qiyməti istəyən zaman isə üzərinə 1 əlavə edirdik. Deməli, ən kiçik istədiyinə görə 1 çıxırıq, olur 215. 37-ci sualımıza keçək. Hansı ədədlə 8-in hasili 6 və 4-ün hasilinə bərabərdir? Deməli, hansı ədədimi 8-ə vururam? 6 və 4-ün hasilinə. Yəni, 6 vur 4 neçə eləyir? 24. Yəni, hansı ədədi 8-ə vuranda 24 edir? 24-ü bölərəm 8-ə, olar 3. Cavabım 3. 38. Deyir, vurmanın paylama xassəsi hansı bənddə doğru verilmişdir? Başlayaq D variantından yoxlamağa. 9 vur 7 bərabərdir 7 vur 9. Biz bilirik ki, bu yer dəyişmə xassəsidir. Baxın, 9 ilə 7-nin yerini dəyişib. C variantı 8 vur, mötərizə daxilində 7 çıx 3 bərabərdir 8 vur 7 çıx 8. Axı, bu doğru deyil. Bəs burada 3 də var. C variantında olmalıdır 8 vur 3. Yəni, son hissədə 3-ə vurmalıydı. Doğru deyil. B variantına baxıram. 8 vur 3 vur 7 bərabərdir 8 vur 3 vur 7. Bu isə biz bilirik ki, hansı xassəmizdir? Qruplaşdırma xassəsidir. Ki, hansını istəsə ilk öncə qruplaşdıra bilərik. Deməli, bu da doğru deyil. B də getdi, yəni. İndi baxaq A-ya. 8 vur 3 üstə gəl 7 bərabərdir 8 vur 3 üstə gəl 8 vur 7. Bu doğrudur. Niyə doğrudur? Çünki deyirik ki, paylama xassəsində mötərizənin kənarındakı ədədi, yəni 8-i mötərizə daxilindəki hər bir ədədə vurmalıyıq. Və içərisində toplama işarəsi varsa toplama, çıxma varsa çıxmanı yazmalıyıq. İndi 8 vur 3 yazdıq. Üstə gəl 8 vur 7. Yəni 8-i mötərizə daxilindəki hər bir ədədə vurub toplayırıq. Doğrudur. 39. X bərabər 19 hansı tənliyin həllidir? Deməli, burada bir-bir tənlikləri həll eləməliyik. A variantına baxaq. Deyir ki, 83 üstə gəl X bərabər 97. Yəni 83-ün üzərinə 19 əlavə etdiyimiz zaman 97 alınırmı? Əlbəttə alınmır. Bu doğru deyil. 83-ün üzərinə 19 əlavə eləyəndə bizə verəcək 102 ədədini. Bu isə doğru deyil. Deməli, A variantı getdi. C-yə baxaq elə altındakı. X üstə gəl 47 bərabər 66. 19 üstə gəl 47 bərabər 66. Doğrudurmu? Bəli, bu doğrudur. 19-un üzərinə 47 əlavə elədiyimiz zaman 66 olacaq. Cavabımız C olur, amma yenə digərlərini də yoxlayaq. B variantı. X çıxı 56 bərabər 75.
Yəni x-a biz 19 yazanda 19-dan 56 çıxmaq olur, uşaqlar? Olmur. Bu ümumiyyətlə səhvdir. D variantı 16 + x = 37. 16 + 19 = 37. 16-nın üzərinə 19 gələndə axı bizə 35 qiymətini verir, 37 yox. Deməli, cavabımız C variantı. 40-cı suala baxırıq. 87 kiçikdir dairəm, kiçikdir 129, kiçikdir 247, kiçikdir kvadrat, kiçikdir 324 sıralamasında. Dairənin yerinə yazılacaq ən kiçik 3 rəqəmli ədəd. Ən kiçik, uşaqlar diqqət yetirin, ən kiçik 3 rəqəmlidir. Biz normalda ən kiçik ədəd desəydi 87-nin üzərinə 1 gələrdik, 88 götürərdik. Düzdür? Amma bizə deyir ki, ən kiçik. Ən kiçik dediyinə, ən kiçik doğrusu 3 rəqəmli. 3 rəqəmli dediyinə görə, deməli dairənin yerinə götürəcək 100. Kvadratın yerinə yazılacaq ən böyük. Kvadratın yerinə isə ən böyük. Biz burada yaza bilərik 323. Deyirdik ki, ən böyük tapanda 1 çıxırıq. 324-dən 1 çıxdıq. Oldu 323. Və 323 ilə 100-ü toplayacağıq. Olacaq 423. Cavabımız olur B bəndi. Belə bu qədər.